Deməli, sual belədir ki, uşağa qırmızı rəng geyindirməyin hökmü. Cavab odur ki, qırmızı rəng haqqında sünnədə nəhi gəlib. Sahih Müslimdə hədis var Ali radiyallahu anhudan. Peyğəmbər sallallahu aleyhi və səlləm nəhi eləyir qırmızı geyimdən. Elm əhli ixtilaf eləyir ki, qırmızı geyim deyəndə nəzərdə tutulan nədir? Çünki hədisdə gələn, işlədilən ləfz əl-muasfardır. Muasfar, bəzi elm əhli deyir ki, qan qırmızı olan rəngdir. Bəzilər deyir ki, portuqal rəngidir, yer kökü rəngidir. Rəngin təhdidində və yaxud da təyinində ixtilaf var elm əhlinin arasında. Təyinindən sonra hökmü, haramdırmı, məkruhdurmu, bunda da ixtilaf var. Lakin hər ehtimala qarşı götürmək lazımdır ki, nəzərdə tutulan, bilinən bugünkü gündə qırmızı rəngdir. Bu daha ehtiyatlı və etibarlı rəngdir. Nəzərdə tutulan, hansı ki, başqa bir rəng ona qatışmır, saf və xalis, təmiz paltar, hamısı həmin qırmızı, bildiyimiz qırmızı rəngdədir. Və bunun hökmünə gəldikdə elm əhli haram da deyirlər, məkruh da deyirlər. Haram da deyirlər, məkruh da deyirlər. Ehtiyata qarşı çəkinmək əvlədir, çəkinmək yaxşıdır. İstərsən bunu qadın geyinsin, istərsən bunu kişi geyinsin, istərsən bunu uşaq geyinsin, fərqi yoxdur. Ona görə əgər başqa bir rəng qatışmış olarsa, ağ, qırmızı və yaxud da ağ, qara, buna müəyyən bir nisbət də vermək olmaz. Yəni, qarışıq bir şeydirsə, onda o zaman icazə var. Ona görə Şeyx İbn Baz Rəhməhullahdan soruşurlar, ərəblərin başlarına taxdıqları şimaq deyirlər, o qırmızı şal kimisi olan şey. Soruşurlar ki, bəs bu qırmızı rəng deyilmi? Şeyx deyir ki, bəli, qırmızı rəngdir, amma ağ qatışıqdır, ağ nöqtələr də var. Deməli, əsas odur ki, xalis qırmızı olmasın, başqa rənglər qarışmış olarsa, onda o zaman kərahiyyət və yaxud da haram hökmünü qaldırmış olur. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.